İşin şükür Allaha indi güllük gülistanlıq görmür. Yeni də elə deyil ama uğurlu görünür. Ama en büyük mənə gəlir ki, uğursuzluqdan başlayanda biznes daha effektiv olur. Mən 2018-də çox gözəl bir iflas elədim. Qəşəng iflas elədim. Və mənim bir dayım gəldi, əlim vurdu belə çiynimə. Dedi, çox şanslı adamsan. Dedim, dayı, niyə? Dedim, mən ilk iflasımı 46 yaşında eləmişdim. Sən dedi, 30 yaşından tez iflas eləmişsənsə, əla dərəcək. Həqiqətən də o mənə çox böyük belə deyək, motive oldu. Niyə? Təsəvvür edin, 2018-dir. Pul qazandığım vaxtlardır. Normal bir rezidans deyəcəyimiz bir şəkildə yaşayıram. Kənardan kodlanıb pultla tənzimlənə bilən bir avtomobilim var. Qazanıram, gündəlik özdə qazanıram. Çox yaxşı həyat tərzim var, superdir, hər şey super. Təsəvvür edirsiniz, mükəmməldir. Öz işim var, öz biznesim var. Balacadır amma hər şey qaydasındadır. Sonra bilirsiniz, insanın həyatı 25-27 gündə necə dəyişər desəniz, yəqin ki, hər insan biraz kibirli olur. Mən onu öyrəndim. Yəni, mən 2015-də bəzi problemlər yaşadım karyeramla bağlı və 2018-də artıq böyüdüm. Biznesmen kimi böyüdüm. Artıq səhv etməmək lazım olduğunu çox yaxşı öyrəndim. Öncədən biznese girərkən hər şeyimlə girərdim. Bugün siz mənə çox yaxşı fikrinizlə gəlir, mənim sadəcə kaşlokuma, bank hesabında nə varsa o biznese yatırıla bilər. Amma öncədən öyle deyildi. Yaşadığım evdən tutun da yatırımıma qədər, altındakı maşına qədər qurban verməyə hazır idim.